Mətndə hansı suallara cavab tapmaq mümkündür? Arktika və Antarktidadakı şirin su ehtiyatlarının həcmi nə qədərdir? Həcmi qeyd olunmayıb, sadəcə az olduğu bildirilir və şirin su ehtiyatları uğrunda mübarizə getdiyi göstərilir. Həcminin konkret nə qədər olduğu göstərilməyib. Su resursları siyasi təzyiq vasitəsi kimi hansı hadisələrdə istifadə edilib? İşini götürəcəyik. Çünki ikinci sualımızın cavabı mətnin üçüncü abzasında öz əksini tapmışdı. Burada suyun hansı hadisələrdə siyasi təzyiq kimi istifadə olunması qeyd olunub və həmçinin altıncı abzası da götürmək olar Ermənistan-Azərbaycan münaqişəsini. 3. Su qıtlığının həlli üçün hansı texnoloji yeniliklər mövcuddur? Mətndə hər hansı bir texnoloji yeniliyin, texnoloji alətin adı çəkilmir. Sadəcə burada qeyd olunur ki, müəyyən addımlar atılmalıdır, səmərəli su idarəetməsinin qurulması, alternativ su mənbələri tapmaq, amma göründüyü kimi texnoloji bir yenilik adı çəkilmir. Arktika və Antarktida su ehtiyatları ilə bağlı hansı problemi var? Problem odur ki, şirin su ehtiyatına görə orada insanlar əziyyət çəkirdilər və mübarizə aparırdılar şirin su uğrunda. Ona görə cavabımız olur 2, bir də 4.